Mərkəzi O nöqtəsində olan çevrənin daxilinə çəkilmiş ABCD trapeziyasında BC 9, AD 15 olarsa onun hündürlüyünü tapın. Trapeziyada burada 9, burada isə deməli 15 olduğu üçün və trapeziyanın AD tərəfi oturacağı çevrə üçün həm də diametr rolunu oynayır. Deməli 15-in yarısı olacaq diametri, burada radiusu. Və biz əgər OC nöqtəsini birləşdirsək, OC nöqtələrini birləşdirsək, yenə də bu radius verəcəkdir bizə, yəni 7,5 eləyəcək. Və bilirik ki, mərkəzdən hər hansı bir vətərə çəkilən, yəni bax, hündürlük vətəri neyinir? Yarı bölür. Yəni 9-un yarısı 4,5 olacaq. Və bu məsafə elə bizə trapeziyanın hündürlüyünü verir. Və biz burada Pifaqor teoremi tətbiq edə bilərik. Bilirik ki, 7,5-in kvadratı çıx 4,5-in kvadratı elə h verəcəkdir kök altda. Bu da bərabərdir. Bir fərq bir toplama ilə yazsaq Pifaqor müxtəsər düsturların sayəsində 7,5 çıxılsın 4,5, 7,5 üstə gəlsin 4,5 və kök alaq. Fərq 3 verir, cəmi isə 12 verir, kökün altında 36-dan isə 6 çıxır. Deməli, hündürlük olacaq 6.